Salam, bugün biz baxırıq doymamış buxar və doymuş buxar arasındakı oxşar və fərqli məqamlara, cəmiyyətlərin asılılıqlarına və ən əsası kütlə haqqında danışacağıq ki, hansı ki, qarışıq görsənən kütlə sualları var ki, bax onları biz necə işləyək? İzahdan da sonra MHM suallarına baxacağıq. Deməli, başlanğıcda nədir doymamış buxar? Biz doymamış buxar deyəndə ideal qaz qanunu kimi qanunlarını götürürdük də. Yəni doymamış buxarda biz ideal qazdakı kəmiyyətlərdən, asılılıqlardan istifadə edirdik bir sözlə. Nə deməkdir ideal qaz? Seyrəldilmiş qaz. Yəni molekullar seyrəldilib, o qədər seyrəkdir ki, bir-birləri ilə aradakı məsafə, yəni kifayət qədər seyrəkdir, rahat şəkildə hərəkət edə bilirlər. Biz doymamış buxar deyəndə ideal qaz düşünürük. Havada doymayıb. Doymamaq nə deməkdir? Yəni ki, hələ boş yer var. Aralarında seyrəkdir də. Yəni arasında hələ kifayət qədər yer var. Biz bu qabın içərisinə hələ biraz da qaz tökə bilərik, belə deyək. Qaz molekulları əlavə edə bilərik. Hələ ki, seyrəkdirlər. Boşdur içi. Bəs doymuş buxar nə deməkdir? İndi gəlirik ona baxmağa. Doymuş buxarda artıq, bax mən bu qabın içərisində göstərmişəm. Aşağıda var maye, yuxarıda da var qaz. Bax, buradakı bu qazlar kifayət qədər sıxdır. Yəni, o qədər doyub ki, ilk müdaxilədə, yəni artıq o suya çevrilir. Molekullar o qədər sıxlaşır, yaxınlaşır ki, bir-birinə, buxar molekulları. Onlar birləşdikcə nə edir? Kondensasiya olunur, suya çevrilir və düşür aşağı. Su damcısı olaraq aşağı qabın dibinə düşür. Sonra deyək ki, məsələn, indi hansı proseslərdə olur onu da deyəcəm. Sonra bu su da buxarlanır, yenidən buxara çevrilir. Geri qayıdır. Buxar vəziyyətində geri qayıdır. Sonra təkrar o buxarlar artıq sıxdı axı dayana bilmir. Yenidən mayəyə çevrilir, geri düşür. Və beləliklə qarşılıqlı hərəkət olur. Ona görə biz deyirik ki, gedən buxar molekulları ilə suya çevrilən molekulların arasında tarazlıq yaranır. Dinamik tarazlıq. Bax, biz burada deyirik ki, doymuş buxar. Bəs biz bu doymuş buxar haqqında indi gəlin əvvəlcə kütləni danışaq, sonra asılılıqlar haqqında danışarıq. Bax, əlimizdə bir qab var. Birinci halda ideal qaz üçün bu qabın içində 100 qram buxar var. Əgər bu qabı biz açıb içərisinə əlavə buxar tökməsək, yəni qaz tökməsək molekullar, sonra bunu açıb içərisinə müəyyən qədər qaz molekulları çıxarmasaq, bu kütlə dəyişməyəcək. Necə var, elə də qalacaq. İstəyir burada temperaturu artır, istəyir təzyiqi dəyişdir, istəyir həcmi dəyişdir. Nə edirsən elə? Onun içərisinə bir müəyyən molekul tökmədiksə, orada molekul çıxarmadıqsa, buxarın və ya qazın kütləsi dəyişməyəcək. Dəyişmədi. M dəyişməyəcək. İndi gəlin ikinci hala baxaq. İkinci halda isə buxarın kütləsi arta və ya azala bilər. İndi gəlin o haqda danışaq ki, nə zaman artar, nə zaman azalar. Hansı ki, suallarda çox qarışıq görsənən suallar var, orada istifadə edəcəyik. İndi, baxın, buna aşağıdan müəyyən bir istilik veririk. Deyək ki, temperaturu artırırıq. Temperaturu artıranda nə baş verəcək? Bax, bu qabın içərisindəki maye və buxar maye qızmağa başlayacaq. Maye qızdıqca buxarlanma sürətlənir, buxarlanır və bax, bu yuxarıdakı, bir dəqiqə. Bax, bu yuxarıdakı buxarın sayı artır. Görürsünüzmü? Buxar kütləsinin sayı artır. Deməli, qızma varsa, temperatur artırsa və ya qızma söhbəti varsa, buxarın kütləsi artacaq. Buxarın kütləsi artacaq. Buxarın kütləsi artdı. Axı, bu su buxarlandı. Su buxarlandı. Buxarın kütləsi artdısa, su nə edəcək? Azalacaq da. Mayenin kütləsi azalacaq. Deməli, qızma varsa, buxarın kütləsi artır, mayenin kütləsi azalır. Məsələn, bu qabın içərisində deyək ki, 200 qram maye var. 100 qram da və yaxud da ki, hələlik 100 deyək, doymamış vəziyyətdir. 100 qram da buxar var. Qızma baş verəndə nə edəcək? Qızdıranda biz bu qabı. Bax, bu maye buxarlanacaq. 200 qram maye deyildi. Deyək ki, bunun 50 qramı buxarlandı. Yerdə qaldı 150 qram. Qızdı axı, azaldı mayenin kütləsi, baxın. Oldu 150 qram. O 50 qram hara getdi? Buxara getdi. Buxar da 100 idi, artdı, oldu 150. Ümumilikdə bu qabın içindəki kütlə dəyişməyəcək.
300 qram idisə 300 də qalacaq. Sadəcə olaraq bir-birindən tərs aslı olaraq, məsələn, mayenin kütləsi azalanda buxarın kütləsi artır. Buxarın kütləsi azalanda mayenin kütləsi artır. İndi bu qızma üçün bildik. Qızma baş verəndə, temperatur artanda nə olurdu? Buxarın kütləsi artırdı, mayenin kütləsi azalırdı. Bunu da hansısa düstura əsasən işləmir. Məntiqlə, real həyatla götürək. Məsələn, real həyatda bir mayeni biz qızdıranda, temperatur artıranda nə baş verir? Maye buxarlanır. Deməli, qızma varsa, buxarın kütləsi artır, mayenin kütləsi azalır. İndi gəlin temperaturu azaldaq. Temperatur azaldanda nə baş verəcək? Temperatur azalanda bax bu mayelər su vəziyyətinə düşüb geri qayıdacaq maye formasında. Onda buxarın kütləsi azalacaq, mayenin kütləsi artacaq. Bu oldu qızma və soyuma anındakı kütlələr arasındakı münasibət. İndi gəlirik həcmlə. Yəni kütlə buxarın kütləsi bir həcmin hesabına dəyişə bilər. Doymuş buxarda. Bir də temperaturun hesabına dəyişə bilər. Temperaturun hesabına necə dəyişdiyini gördük. İndi gəlin həcmin hesabına necə dəyişdiyini görək. Həcm artarsa, baxın bu qabın həcmini artırdıq müəyyən qədər. Həcmini artıranda nə baş verəcək? Boş yer çoxaldı da. Bayaqdan axı yer yox idi, buxarlansın. Suyun yarısı buxarlanmışdı, yarısı qalmışdı. Bax burada. İndi boş yeri artırdıq, qəşəng. Şərait yaratdıq. Nə baş verdi? Buxarlanma sürətləndi. Yəni biraz da sürətləndi bax bu suyun buxarlanması. Su buxarlandı. Yəni buxar və həcm artanda buxarın kütləsi artar, mayenin kütləsi azalar. İndi gəlin həcmi azaldaq. Həcm azalanda nə baş verəcək? Buna sıxma deyirik. İzotermik sıxma, izotermik genişləndirmə, indi adlarını da deyəcəm. Həcm azalanda bu buxar biraz da sıxılacaq. Molekullar biraz da bir-birlərinə yaxınlaşacaqlar. Molekullar bir-birlərinə birləşəndə artıq suya dönür də. Buxar bir-birinə çox yaxınlaşanda, sıxlaşanda su olmuş olur. Onda yenidən başlayır su formasında geri qayıdır. Elə ki sıxılma oldu, yəni həcm azaldı, buxarın kütləsi azalır, mayenin kütləsi artır. İndi gəlin bunu bir adlandıraq, bitirək. Baxın, qızma varsa və yaxud da genişlənmə varsa. Qızma, genişlənmə. Bu iki halda buxarın kütləsi artar, mayenin kütləsi azalar. Soyuma və sıxılma varsa, soyuma, sıxılma, hər ikisi su ilə başlayır. Soyuma da, sıxılma da varsa, əksinə, buxarın kütləsi azalar, mayenin kütləsi artar. Bax, bu aradakı fərqə diqqət edin. Sonra, bu kütlə haqqında danışdıq. Hansı ki, kütləyə dair kifayət qədər suallar düşür. İstər MİQ olsun, istər sertifikasiya olsun, təbii ki, götürüb xırda suallar salmayacaqlar. Ona görə də bax, bu hissələrə diqqət edirik. İndi gəlirik nəyə? İndi kəmiyyətlər arasındakı asılılığa. Və bunu da diqqət eləsəz, vacib qeydləri götürsəz, heç bir çətinlik qalmayacaq. İndi kəmiyyətlər arasındakı asıllıq deyəndə hansı kəmiyyətləri nəzərdə tuturam? Təzyiq, sıxlıq və konsentrasiya. Birinci halda, yəni doymamış buxar üçün. Bax, bu qabın içində doymamış buxarda sıxlıq və konsentrasiya asılıdır birbaşa nədən? Həcmdən. Və tərs asılıdır. Bircə dəqiqə. Birbaşa həcmdən asılıdır və tərs asılıdır. Digər heç bir kəmiyyətdən asılı deyil. Asılı olsa da, yəni həcmin hesabına asılı olmuş olur. Məsələn, temperaturla belə asılı olur ki, temperatur həcmlə düz asılı olduğu üçün. Yəni, həcmin vasitəsilə də, belə deyək. Məsələn, həcm dəyişmirsə, deyək ki, izoxor prosesdir. Doymamış buxarda nə edirdik? İzoxor proses var idisə, deyirdik həcm dəyişmir, sıxlıq dəyişmir, konsentrasiya dəyişmir. Görürsünüzmü? Hətta qrafikləri bu cür götürürdük, baxın. Sıxlıq və ya konsentrasiya. Burada da həcm götürəndə tərs asılı götürürdük.
Əgər izoxor idisə, bunların üçü də dəyişmirdi, götürürdük. Və təzyiqlə də həcm tərs asılı idi. Məsələn, izotermik prosesdə. Belə gəlin, bax, doymamış buxar üçün izotermik prosesi incələyək. İzotermik prosesdə, yəni temperatur sabitdir, dəyişməyibsə, həcmlə, məsələn, həcm artır. Həcm artırsa, sıxlıqda, konsentrasiyada, təzyiqdə azalacaq. Yəni, bunlar baxmayacaqlar ki, temperatur sabitdir axı. Bunlar həcmlə öz işlərini görəcəklər. İndi gəlirik izoxor prosesə. İzoxor prosesdə, bax, əsas fikir verəcəyimiz nədir? Ya da onu sonda deyim ki, müqayisə etmiş olacam onu. İndi gəlirəm nəyə? Doymamış doyan buxara. İndi gəldik doyan buxara. Doyan buxarda bəs təzyiq, sıxlıq, konsentrasiya asılıdır birbaşa temperaturdan. Vəssalam. Həm də necə asılıdır? Kvadratik asılıdır. Məsələn, qrafiklər olanda deyək ki, sıxlıq. Sıxlıq temperaturla kvadratik asılı olacaq. Görürsünüzmü? Əgər temperatur dəyişməsə, deyək ki, izotermik prosesdir. Həcm orada özünü öldürsün, artsın, azalsın, maraqlı deyil. Bu üç kəmiyyətin heç biri dəyişməyəcək. İzotermikdirsə nə temperatur dəyişəcək, nə də bu üç kəmiyyətin heç biri dəyişməyəcək. Çünki birbaşa baxırlar temperaturun gözünə. O neynəsə, bunlar da onu eynəyirlər. Artsa artırlar, azalsa azalırlar və həm də kvadratik şəkildə. İndi gəlin aradakı qrafiklərə baxaq. Məsələn, deyək ki, belə bir qrafik var. Burada var həcm, burada var sıxlıq. Və sıxlıq həcmlə asılı deyil kimi götürürük. Baxın, deyir ki, sıxlıq həcmlə asılı deyil. Bax, bu qrafiki görən kimi başa düşürük ki, bu doymuş buxardır. Çünki əks halda sıxlıq birbaşa həcmlə tərs asılı idi. Əgər asılı deyilsə, deməli bu doymuş buxardır və sıxlıq sabitdir, dəyişmirsə, deməli bu izotermik prosesdir. Burada sıxlıq yox, konsentrasiyada olsa, təzyiqdə olsa, əgər sabit qalıbsa həcmə baxanda, mütləq şəkildə bu izotermik prosesdir ki, bunlar sabit qalıblar temperaturun hesabına. İndi gəlin bir də qrafik var. Son bir dəfə qrafikləri də müqayisə eləyək. Təzyiq qrafiklərini. Hansı ki, sualların əksəriyyətində o düşür bu sual. Bu qrafiklər arasında fərqi bilsək, işimiz asan olur. Bax, burada var təzyiq, qoy rəngi dəyişək. Allı güllü olsun. Burada var təzyiq, burada var temperatur. Burada var təzyiq, burada var temperatur. İlk öncə baxırıq doymamış buxara, ideal qaza. İdeal qazda, məsələn, hər ikisi üçün də izoxor prosesdən söhbət gedir bu arada. Konst. İzoxor prosesdir. Əlimdə var izoxor proses. İndi birinci halda ideal qazda izoxor prosesdirsə, təzyiqlə temperatur necə asılı olurdu? Düz asılı olurdu. Məsələn, biri artırsa, digəri də artır. Heç buna ehtiyac yoxdur aşağı yuxarı. Yəni düz asılıdır. Hansı hal olur olsun, istəyir temperatur düşsün, qalxsın, yəni düzdür. İkinci halda isə, yəni doyan buxarda isə kvadratik düz asılı olmuş olur. Gördünüzmü? Kvadratik asıllıqları harda görsək, bilirik ki, bu doyan buxardır. Bir də son bir dəfə də xatırladaq kütləni. Deməli, doyan buxarda kütlə nəyin hesabına arta bilirdi? Buxarın kütləsi arta və ya azal kütlə nəyin hesabına dəyişə bilirdi deyək. Ya temperatur və ya həcm. Vəssalam. Ancaq bu iki kəmiyyətdir. İndi qızma var idisə, qızma və ya genişlənmə varsa, buxarın kütləsi artar, mayenin kütləsi azalar. İndi gəlin tərsinə baxaq. Soyuma və ya sıxılma varsa, buxarın kütləsi azalar, mayenin kütləsi artar. İndi gəlin biraz da testlərə baxaq. Testlərin üstündə daha da bəlkə edək. İndi baxaq, birinci doymamış buxara baxaq, sonra da doymuş buxara baxarıq. Doymamış buxarı xatırladaq. Bayaq nə dedik? Doymamış buxarda vəziyyət necə idi? Təzyiq idi, sıxlıq idi, konsentrasiya idi. Həcmlə tərs asılı idilər. İndi başlayaq. Birinci sualda. İzoxor prosesdə, izoxor proses nə deməkdir? Həcm dəyişməyib. İzoxor prosesdə doymayan, yəni ideal qazdan söhbət gedir. Buxarın təzyiqinin temperaturdan asıllıq qrafiki hansıdır?
Təzyiqlə temperatur düz asılı olmuş olur. Kvadratik yox, sadəcə düz. Bəs yaxşı, burada doymamış yox, doyan desəydi, kvadratik olanı götürərdik ki, indi hansı ki doyan testlərə də baxacağıq, oradakı fərqi özünüz görəcəksiniz. Bunların ikisini ard-arda dinləsəz, bir dəfə də test işləsəz, artıq orada heç bir sual işarəsi qalmaz beyninizdə. Tam şəkildə başa düşmüş olarsınız. Baxın indi 2-də hansı qrafik sabit temperaturda doymayan buxarın təzyiqinin həcminə? Sabit temperatur nə deməkdir? İzotermik, yəni temperatur dəyişməyib. Onda təzyiqlə həcm necə asılı olurdu? Tərs asılı olurdu. Baxın, tərs asılı olmuş olurdu. Hansı ki, bu doyan olsa, indi görəsiz vəziyyət dəyişəcək. 3-ə baxıram. Sabit temperaturda yenə də temperatur dəyişmir. Temperatur dəyişmirsə, sıxlıqla həcm necə asılı olur? Tərs asılı olur. 4-ə baxıram. Sabit temperaturda yenə də temperatur dəyişmir. Su buxarının həcmi 1/3 dəfə artanda təzyiqi 1/3 dəfə azalar, tərs asılıdır. 5-ci sualda yenə sabit temperaturdur. Verilmiş kütləli doymamış su buxarının həcmi 3 dəfə azalanda sıxlıq 3 dəfə artar. Çünki həcmlər tərs asılıdır. 6-ya baxıram. Baxın, indi burada maraqlı bir vəziyyət var. Bax, buradan bura kvadratikdir, P ilə T. Bu bizə nəyi xatırlatdı? Doyan buxarı. Deməli, buradan bura doyan buxarı imiş. Baxın, bu doyan buxarı imiş. Burada isə artıq düz asılıdır. Burada artıq doymayan buxardır, yəni ideal qazdır. İndi baxaq, sabit həcmdə su buxarının təzyiqinin temperaturdan asılılıq qrafikləri verilmişdir. Bu hissələrdə buxar necə adlanır dedik də, dedim bəlkə kütləni soruşur. 7-yə baxırıq. Sabit temperaturda yenə də temperatur dəyişmir. Verilmiş kütləli doymayan su buxarının təzyiqi 3 dəfə artarsa, təzyiq 3 dəfə artırsa, sıxlıqla təzyiq ideal qazda və ya doymayan buxarda birbaşa asılı deyildir. Heç əlaqəsi yoxdur. Ancaq biz, yəni bunu birbaşa asılı götürməyək ki, çağırmayasınız. Biz nəyin hesabına tapırıq? Təzyiq 3 dəfə artıbsa, biz başa düşürük ki, həcm onunla tərs asılı olduğu üçün 3 dəfə azalar. Həcm 3 dəfə azalıbsa, sıxlıq da ondan tərs olduğu üçün 3 dəfə artar. Yəni, belə deyə bilərsiniz ki, təzyiq artıbsa, sıxlıq da artıb. Ona görə yox ki, təzyiqlə asılıdır. Ona görə ki, çerez həcmdən dolayı. Ancaq hər halda izotermikdir, yəni izoxor proses deyilsə buna diqqət eləyin. Təzyiqlə düz götürə bilərsiniz ideal qazlarda və ya doymayan buxarda. Ancaq izoxordursa təzyiqlə asılı götürə bilməzsiniz, dəyişməyəcək. 8-ə baxıram. Aha, 8-ə görə bizə nəyin kütləsini soruşur? Mayenin yoxsa qazın? Baxın, su buxarının. Buxarın kütləsindən söhbət gedir. Birinci halda, bax, 1-dən 2-yə gələnə qədər hələ doyan buxardır. Bu nə deməkdir? Yarısı sudur, yarısı buxardır. Yarısı mayedir, yarısı buxardır. Düzdürmü? Burada, məsələn, qabın içində deyək ki, 300 qram maddə yoxdur. Bu 300 qramın 200 qramı mayedir, 100 qramı buxardır. Düzdürmü? Bax, bu 1 nöqtəsində 100 qram buxar var. Elə ki, 2 nöqtəsinə çatdı, bütün hamısı buxarlandı. Buxar oldu, uçdu, getdi, mayi qalmadı. Yəni 300 qram deyildimi? Hamısı buxara döndü. Və salam, 2-dən 3-ə gələnə qədər də onsuz da buxardır da, ondan o tərəfəsi yoxdur ki, 300 qram idi, yazıq, hamısı buxarlandı, nə qaldı ki yerdə? Deməli, elə hansı nöqtəyə baxırıq, 300 qalacaq. Yəni, sonda 300 qalacaq. Onda deyərəm ki, 2 və 3 bir-birinə bərabərdir. Və bunlar hər ikisi böyükdülər bir nöqtəsindən. 2 və 3 birdən böyükdür və bir-birinə bərabərdir. Bu da oldu Y variantı. 9-cu suala baxaq. Sabit temperaturda doymuş buxarın, aha, baxın indi. Burada sabit temperaturda T dəyişmir və bu səfər bizdən doymuş buxar deyir. Doymamış buxara çevirmək olar. Aha, temperatur sabitdirsə, ümumiyyətlə doymuş buxarı, doymamış buxara necə çevirmək olar? Ya temperaturu dəyişməklə, artırmaqla və ya həcmi azaltmaqla. İndi madəm temperaturu toxuna bilmirik, temp dəyişmir, onda məcburuq həcmi azaldaq. Yəni bunu sıxaq ki, yarısını mayaya çevirək də, doymamış buxara çevirək. Doymamış buxar elə nə demək idi? Doymuşdan doymamışa, üzrlü sayın. Doyubsa doymamışa çevirmək üçün ya temperaturu artırmalıyıq, temperatur yeri varsa,
temperaturdan söhbət gedə bilməz əgər qab varsa. Həcmə də gələndə bunu genişləndirməliyik. Genişləndirməliyik ki, əlimizdə qalan mayenin hamısı buxarlana bilsin. Ona görə genişləndirmə də harda var? C variantında var. Yox, əgər doymamışı doymuşa çevirsəydik, onda sıxmalıyıq. Sıxanda doymuşa çevrilir, genişləndirəndə doymamışa. Baxaq, indi yenə bizdən baxın kütlə soruşur. Görək nəyin kütləsini soruşur. Baxın, bu səfər suyun kütləsini deyir. Bayaqdan biz buxarın kütləsinə baxırdıqsa, indi suyun kütləsinə baxırıq. Birinci halda, bax, bu əyri qrafik necə prosesdir? Əyri varsa, yəni kvadratik asılıdırsa, deməli bu doymuş buxardır. Nə deməkdir? Yəni qabın içərisində biraz maye var, biraz buxar var. 3-ə gəlib çatanda artıq hamısı buxarlandı, qalmadı. Məsələn, deyək ki, birinci halda 100 qram buxar idi, 100 qram maye idi, düzdürmü? Yavaş-yavaş gəldi, 2-yə çatanda maye azaldı, oldu 50, buxar artdı, oldu 150. Misal üçün deyirəm bu rəqəmləri təbii ki. 3-ə çatanda da maye hamısı buxar oldu, getdi, uçdu getdi. Hamısı oldu qaz. Elə 200 idi, 200-ün hamısı qaza çevrildi. Onda mayenin kütləsi 1-də ən böyükdür, sonra gəlir 2-yə, sonra da gəlir 3-də. 3-də vəbşə 0-da heç yoxdur. 1 2-dən böyükdür, 3-də də 0-da, bu da oldu C variantı. Qaz olsaydı tamam tərsini götürərdik. 3, 2, 1 kimi götürərdik. Ancaq